Salam, axşamınız xeyir olsun. Kinostavaya baxırsınız. Studiyada Aynur Sahid. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Pezeşkiyanın internetə çıxışı bərpa etmək addımı dəstəkləndi. İran ABŞ-dən bir ay vaxt istədi. Rubio, İranla razılaşmanın bir neçə gün ərzində mümkün olduğunu bildirib. Razılaşma üçün İrana pul verilməyəcək Məcid Əl-Ənsaridən açıqlama. Böyük Britaniyanın yeni təyin olmuş səfiri Azərbaycana gəldi. İndi isə daha ətraflı. İranın Sepaha bağlı Fars agentliyi Prezident Məsud Pezeşkiyanın beynəlxalq internetə çıxışın bərpası qərarını dəstəkləyərək bunu kiber təhlükəsizlik şəraitinin yaxşılaşması fonunda gec ya tez həyata keçiriləcək zəruri texniki və təhlükəsizlik addımı olduğunu bildirib. Agentlik bildirib ki, məhdudiyyətlər internet üzərindən casusluğun qarşısını almaq və kiber hücumlar zamanı kritik infrastrukturu qorumaq məqsədi ilə tətbiq edilmişdi. Fars agentliyi həmçinin qərarın qəbul olunma qaydası ilə bağlı tənqidlərə cavab verərək, rəsmilərin hüquqi prosedurları pozması və ya Ali Milli Təhlükəsizlik Şurasından kənarda paralel şura yaradılması iddialarını rədd edib. Agentlik qeyri-adi dərəcədə sərt ifadələrlə bəzi islahatçı media qurumlarını milli birliyi təşviq etmək əvəzinə internetə çıxışın bağlı olmasından siyasi qazanc əldə etməyə çalışmaqda ittiham edib. Amerika Birləşmiş Ştatları və İran arasında hərbi münaqişəyə son qoyulmasına dair memorandum layihəsində Tehrana Hörmüz boğazında naviqasiya təhlükəsizliyini tam bərpa etmək üçün 30 gün vaxt verilməsi nəzərdə tutulur. Bu barədə Nikkei qəzeti mənbəyə istinadla məlumat yayıb. Bildirilir ki, ABŞ və İran arasında müzakirə olunan plana əsasən tərəflər münaqişənin dayandırılması barədə razılığa gəldikdən təxminən 30 gün sonra Hörmüz boğazının açılması nəzərdə tutulur. Nəşrin mənbəsinin sözlərinə görə İran tərəfi boğazda yerləşdirilmiş minaların təmizlənməsi üçün 30 gün vaxt istəyib. Yalnız bundan sonra normal gəmişiliyin texniki baxımdan bərpası mümkün olacaq. Fox News çərşənbə axşamı iki mənbəyə isnadən xəbər verib ki, ABŞ-nin İrana qarşı son müdafiə xarakterli zərbələri atəşkəsin pozulduğu anlamına gəlmir. ABŞ qüvvələri bazar ertəsi İranın cənubunda yerləşən raket obyektlərinə və mina yerləşdirməyə çalışan gəmilərə hücum edib. Bu barədə CENTCOM məlumat yayıb. Hadisə kövrək atəşkəsi təhlükə altına salıb və yaxın şərqdə müharibənin dayandırılması ilə bağlı razılaşmaya dair şübhələri artırıb. Zərbələr İranın aparıcı danışıqlar heyətinin münaqişəyə son qoymaq üçün növbəti danışıqlar raunduna qatılmaq məqsədi ilə Doha şəhərinə gəldiyi vaxtda təsadüf edib. Eyni zamanda İsrail ordusu Livanın cənubunda Hizbullah ilə toqquşmaları artırıb. Buna baxmayaraq ABŞ dövlət katibi Marco Rubio çərşənbə axşamı bildirib ki, razılaşma hələ də mümkündür, lakin gərginliklər davam edir. Amerika Birləşmiş Ştatları dövlət katibi Marco Rubio bildirib ki, Amerikanın İrana hücumlarından sonra Hörmüz boğazı açıq qalmalıdır. Bu barədə Reuters xəbər verib. Rubio bu barədə Hindistanın Jaipur şəhərində təyyarədə jurnalistlərə bildirib. Boğazlar açıq olmalıdır. Onlar bu və ya digər şəkildə açıq olacaq. Ona görə də açıq qalmalıdırlar deyə o əlavə edib. Dövlət katibi həmçinin əlavə edib ki, İranla mümkün razılaşma üçün danışıqlar dilinin razılaşdırılması bir neçə gün çəkə bilər. İranla razılaşma hələ də mümkündür. Bu barədə ABŞ-nin dövlət katibi Marco Rubio Hindistanda Jaipur aeroportunda təyyarədə jurnalistlərə bildirib. O deyib ki, Vaşinqton və Tehran arasında razılaşmanın mətninin razılaşdırılması bir neçə gün çəkə bilər. Qətərdə bəzi danışıqlar aparıldı. Buna görə irəliləyiş əldə edə biləcəyimizi görəcəyik deyə Rubio qeyd edib. Dövlət katibi bir daha təkrarlayıb ki, ABŞ prezidenti Donald Trump İranla saziş bağlamaq niyyətindədir. Prezident bunu etmək istədiyini bildirib. Ya yaxşı bir razılaşma əldə edəcək, ya da ümumiyyətlə etməyəcək. Qətərin razılaşma əldə etmək üçün İrana 12 milyard dollar təklif etdiyi barədə məlumatlar həqiqətə uyğun deyil. Bunu Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid Əl-Ənsari özünün X hesabında yazıb.
Bu iddialar razılaşmanı və bölgədə gərginliyi azaltmaq və sabitlik yaratmaq üçün davam edən diplomatik səyləri pozmağa çalışan tərəflər vasitəsilə yayılır deyə o əlavə edib. Qeyd edək ki, dünən Sepaha bağlı Təsnim xəbər agentliyi İran parlamentinin sədri Məhəmməd Baqir Qalibov, Xarici İşlər naziri Abbas Araqçı və İran Mərkəzi Bankının sədri Əbdülnasir Himmətinin Qətərə səfərinin bloklanmış vəsaitlərin bir hissəsinin azad edilməsi məqsədi daşıdığını iddia edib. Davam edirik. Böyük Britaniyanın yeni təyin olunmuş səfiri Duncan Norman Azərbaycana gəlib. O bu barədə öz X hesabında bildirib. Yeni səfir paylaşdığı videoda öz təəssüratlarını Azərbaycan dilində bölüşüb. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.